Koç bürcü 20 iyun 2025-ci il. Günün başlanğıcı xaotik və narahat olacaq. Yaxın qohumların problemlərini həll etmək üçün planlaşdırdığınız işlərə fasilə verməli olacaqsınız. Bir çox qoç həddindən artıq həssas olacaq. Bu, onların əhval-ruhiyyəsinə ən yaxşı təsir göstərməyəcəkdir. Cari işləri birlikdə həll etməli olduğunuz insanlarla razılığa gəlmək asan olmayacaq. Lakin bunun üçün bütün səyləri göstərməlisiniz. Bir az sonra müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Özünüzü bir yerə çəkə bilsəniz, bütün məqsədlərinizə çatacaq, gözləmədiyiniz insanlardan lazımi dəstəyi alacaqsınız. Buğa bürcü 20 iyun 2025-ci il. Səhər xüsusilə özünüzə arxayın olacaqsınız. Buna görə də ən ideal məqsədlərə belə nail ola biləcəksiniz. Bəzi buğalar nüfuzlu insanlarla əlaqələr quracaqlar. Bu da onların işlərinin vəziyyətinə müsbət təsir edəcək. Əgər siz çoxdan rəhbərliklə vacib məsələləri müzakirə etmək istəyirdinizsə, indi bunu etməyin vaxtıdır. Siz öz mövqeyinizi asanlıqla çatdıra istədiyiniz nəticəni əldə edə biləcəksiniz. Emosional təkan nəinki gözlənilməz hadisələrin öhdəsindən gəlməyə kömək edəcək, həm də ətrafınızda əlverişli atmosfer yaratmağa imkan verəcək. Günün sonu yaxınlarınızla səmimi söhbətlər, mehriban görüşlər və romantik görüşlər üçün idealdır. Əkizlər bürcü 20 iyun 2025-ci il. Qarşıda sizi sakit və firavan gün gözləyir. Stresə müsbət münasibət və davamlılıq bir çox vacib məsələləri həll etməyə kömək edəcək. Əksər əkizlər təcrübəli həmkarların və etibarlı müttəfiqlərin məsləhətlərindən faydalanacaqlar. Yaxınlarınıza kömək etmək üçün planlarınızdan vaxt ayırmalı ola bilərsiniz. Lakin bu sizin üçün yük olmayacaq. Qırılan əlaqələri bərpa etmə imkanı olacaq. Qısa işgüzar səfərlər uğurlu olacaq. Axşam qonaqları qəbul etmək üçün idealdır. Xüsusən də bir çox ümumi maraqlarınız varsa. Xərçəng bürcü 20 iyun 2025-ci il. Səhər çoxlu yaxşı fürsətlər gətirəcək. Onlardan yararlanacaqsınız. Bir çox xərçənglər orijinal ideyalar təklif edə və ən yaxşı tərəflərini göstərə biləcəklər. Bütün planlarınızı tək yerinə yetirməli olmayacaqsınız. Etibarlı tərəfdaşlar iştirakını təklif edəcəklər. Birgə işimizin nəticələri bütün gözləntiləri üstələyəcək. Yeni bir şey öyrənmək üçün əla vaxtdır. Əldə etdiyiniz bacarıqlar tezliklə yaxşı pul qazanmağa imkan verəcək. Çətin ki, yaxınlarınızla fikir ayrılıqlarından qaça biləsiniz. Ancaq hər şeyi tez aydınlaşdıra və barışa biləcəksiniz. Şir bürcü 20 iyun 2025-ci il. Çoxlu gözlənilməz hadisələrlə qarşılaşacaqsınız. Beləliklə, hər hansı bir vəziyyətdən faydalana bilən Şir bürcü şanslı olacaq. Tez dəyişmək, tez düşünmək və orijinal həllər tapmaq bacarığınız çox faydalı olacaq. Liderlik keyfiyyətlərinizi nümayiş etdirmək və sürətli karyera yüksəlişi şanslarınızı artırmaq imkanınız olacaq. Bununla belə çox tələsməməlisiniz. Əks halda səhv etmək riskiniz var. Dürüstlük və düzlük sizə təkcə işdə deyil, şəxsi həyatınızda da kömək edəcək. Sevdiyiniz insanla uzun müddətdir sizi narahat edən məsələləri müzakirə edə biləcəksiniz. Qız bürcü 20 iyun 2025-ci il. Günün həyatda hər hansı əhəmiyyətli dəyişikliklər gətirməsi ehtimalı azdır. Bununla belə bütün cari işlərin öhdəsindən uğurla gələcək. Mümkün səhvləri düzəldəcək. Bir vaxtlar təxirə saldığınız işləri tamamlayacaqsınız. Bir çox qız bürcü xüsusilə diqqətli, səbirli, stressiz davamlı olacaq. Buna görə də heç bir sürpriz onları yoldan çıxara bilməyəcək. Əvvəllər münaqişə yaşadığınız insanlarla münasibətləri yaxşılaşdırmaq üçün əla vaxtdır. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilərlər. Bu, təəccüblü müsbət nəticə verəcək. Vacib mövzuları müzakirə etmək, keçmiş şikayətləri unutmaq yaxşı olardı. Tərəzi bürcü 20 iyun 2025-ci il. Günün əvvəlində hər şey yaxşı getməyəcək. Diqqətinizi tapşırıqlarınıza cəmləməkdə çətinlik çəkəcəksiniz və diqqətinizi xırda şeylərlə yayındırmayacaqsınız. Əksər tərəzilər xüsusi diqqət və basvasallıq tələb edən işləri öz üzərlərinə götürməməlidirlər. Ancaq rutin işlərin öhdəsindən kifayət qədər uğurla çıxa biləcəksiniz. Heç bir yerə tələsməyin. Bütün məlumatları 2 dəfə yoxlayın. Bu, səhv və nöqsanların qarşısını almağa kömək edəcəkdir. Tədricən müsbət tendensiyaların təsiri üstünlüyü təşkil edəcək. Həm həmkarlarınızla, həm də yaxınlarınızla vacib məsələləri müzakirədə çoxdan bəri davam edən bir çox ziddiyyətləri həll edə biləcəksiniz. Əqrəb bürcü 20 iyun 2025-ci il. Bu gündən çox şey gözləməyin. Baxmayaraq ki, səhər siz bir sıra sürprizlərin öhdəsindən gəlməyə kömək edəcək emosional yüksəliş hiss edəcəksiniz. Əvvəllər münaqişə yaşadığınız insanlarla münasibətləri yaxşılaşdırmaq fürsəti yaranacaq. Bəzi çoxdankı düşmənlər müttəfiqlərinizə qoşulacaq. Əksər əqrəblər tanımadığı işlərin öhdəsindən gəlməkdə çətinlik çəkəcəklər. Hər vəziyyətdə öz yolunuzda israr etməyə çalışmamalısınız. Bəzən güzəştə getmək daha ağıllı olardı. Nəhayət belə bir qərardan yalnız faydalanacaqsınız. Ox
Ox atan bürcü 20 iyun 2025-ci il. Gün olaylı və həyəcanlı olacaq. Çox şeylər plana uyğun getməyəcək. Ancaq hazır cavablığınız və zəkanız sayəsində istənilən sürprizin öhdəsindən gələ biləcəksiniz. Bəzi ox atanlar özlərində liderlik qabiliyyətlərini kəşf edəcək. Onları uğurla nümayiş etdirəcəklər. Bununla belə özünüzü idarə etməyə çalışın və səhvi hərəkətlərdən qaçın. Axşam saatlarında ev işləri diqqətinizi çəkəcək. Çətin ki, sonraya təxirə salınsın. Hər şeyin öhdəsindən tək gəlmək lazım deyil. Onlardan xahiş etsəniz, ailə üzvləri sizə kömək edəcəklər. Oğlaq bürcü 20 iyun 2025-ci il. Gün uğurlu olacaq, xüsusən onun ilk yarısı. Siz yerdən bəzi xüsusilə çətin tapşırıqları yerinə yetirə biləcəksiniz. Bir çox oğlaqların intuisiyaları yüksək olacaq ki, bu da onlara tez, düzgün və balanslı qərarlar qəbul etməyə kömək edəcək. Rəhbərlik ilə vacib məsələləri müzakirə etmək, gələcək üçün planlar qurmaq, yeni layihələr açmaq üçün əlverişli zamandır. Öyrəndikləriniz uzun müddət yaddaşınızda qalacaq. Tezliklə sizin üçün faydalı olacaq. Axşam saatlarında hər şey sizdən asılı olacaq. Yorğunluq yığılacaq. Buna görə tək qalmaq, özünüzü sıralamaq və həqiqətən nə istədiyinizi düşünmək yaxşıdır. Dolça bürcü 20 iyun 2025-ci il. Ünsiyyət üçün qeyri-adi əlverişli dövrdür. Bir çox dolçalar nüfuzlu insanların dəstəyinə müraciət edə biləcəklər ki, bu da tezliklə onlara çox faydalı olacaq. Optimist münasibət və xoşməramlıq, hətta daim fikir ayrılıqlarınız olan insanları belə qazanmağa kömək edəcək. Qazanclı sövdələşmələr etmə imkanınız yaranacaq. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq. Bu həm işdə, həm də şəxsi həyatınızda faydalı olacaq. Sizi yerləşdirməkdən, kiçik güzəştlərə getməkdən, vacib məsələlərin həllində sizə kömək etməkdən məmnun olacaqlar. Çox güman ki, ofis romantikası başlayır. Balıqlar bürcü 20 iyun 2025-ci il. Günün ilk yarısında bütün ən çətin işləri görməyə çalışın. Bəzi balıqlar çoxlu faydalı əlaqələr qura, çoxdankı tərəfdaşlarla pozulmuş münasibətləri bərpa edə, mövcud əlaqələri gücləndirə biləcəklər. Baxış nöqtələriniz həmişə üst-üstə düşməyən insanlarla belə razılığa gəlmək asan olacaq. İctimai çıxışlar, görüşlər, danışıqlar yaxşı keçəcək. Günün ilk yarısında artan ambisiyalar sizə mane ola bilər. Siz şübhəsiz ki, itkilərə və digər xoşagəlməz çətinliklərə sahib olacaq əsassız hərəkətlərə meyil olacaqsınız.